Salam hörmətli İki saylı izləyiciləri, günün aktual məsələlərini müzakirə edirik. Studiyamızın qonağı Milli Məclisin deputatı, Parlamentin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini Jalə xanım Əliyevadır. Jalə xanım, xoş gəldiniz. Təşəkkür edirəm. Jalə xanım, bir neçə gün öncə cənab prezident Özbəkistanda dövlət səfərində oldu. Çox tarixi bir əhəmiyyət kəsb edən səfər oldu. Siz bu səfərlə bağlı, səfərin tarixi önəmi nədə idi, onunla bağlı fikirlərinizi bildirəsiniz. Təşəkkür edirəm. Son günlərdə əlbəttə ki, düşünürəm ki, həm ölkə, həm də dünya mətbuatını cənab prezidentin və ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Özbəkistana səfəri, bu ölkədə çox yüksək səviyyədə keçirilən görüşlər, qarşılanma, yola salma mərasimləri, eyni zamanda proqramın çox geniş, belə deyim ki, məzmunu, dəyərli deməli görüşlərdə, dəyərli Türk dünyası üçün əhəmiyyətli olan məqamlarla bağlı bu görüşlərdə irəli sürülən fikirlər, imzalanan müqavilələr və sair bunu deməyə əsas verir ki, Özbəkistanla Azərbaycan arasındakı tarixi dostluq münasibətləri, əməkdaşlıq münasibətləri artıq tamamilə yeni bir mərhələyə keçir. Və nəzərə alsaq ki, çox qısa bir müddət ərzində artıq cənab prezidentin bu həmin ölkəyə 7-ci və eyni zamanda qarşılıqlı olaraq Özbəkistan prezidenti Cavad Mirzoyevin də Azərbaycana ard-arda 9 səfəri olub və bu səfərlərin hər biri belə deməyə əsas verir ki, bu münasibətlərin sadəcə iki tərəfli münasibətlər çərçivəsində deyil, yəni Azərbaycan-Özbəkistan əməkdaşlığı, dostluğu çərçivəsinə sığmayaraq daha geniş bir spektra, daha geniş bir arsenala çıxmasına xidmət edir ki, bu da bir mənalı olaraq Türk Dövlətləri Təşkilatının daha əhəmiyyətli bir pozisiyaya, mövqeyə gəlməsinə xidmətdir və onu da unutmayaq ki, qeyd etməyə özümə borc bilirəm ki, elə bu təşkilatın özünün yaranmasının və bugünkü səviyyəyə gəlib çatmasının ən əsas faktoru, aktoru və inisiatoru elə Azərbaycandır, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir. Və əlbəttə ki, bir neçə gün ərzində hər birimizin diqqətimiz Özbəkistanda idi, növbəti bir Türk torpağında idi və buradan çıxış edən, əvvəl onu deyim ki, səfərdən öncə Özbəkistan televiziyasına, agentliyinə, bəli, müsahibə verən cənab prezident artıq mən deyərdim ki, bu münasibətlərin bir konturunu ortaya qoydu və öz səfəri günlərində də həm istər cənab prezidentin açıqlamaları, mətbuata verdikləri bəyanatlar, eyni zamanda Özbəkistan prezidentinin çıxışlı toxunduqları məsələlər bunu deməyə əsas verir ki, Azərbaycanla Özbəkistanın timsalında və daha əvvəl də Türkiyənin timsalında çox güclü bir Türk Dövlətləri Birliyi təşkilatı yaranıb və bu təşkilat durmadan inkişaf etməyi hədəfləyir. Ən yaxın və gələcək hədəflərindən biri bu təşkilatın bölgədə, dünyada söz sahibi olmaqdır və bugün ümumiyyətlə biz bölgə haqqında danışırıqsa, bölgə uzun illərdən bəri bir münaqişə bölgəsi olaraq dəyərləndirilirdi. Amma artıq bölgəmiz elə Azərbaycanın timsalında müharibənin bitdiyi, Azərbaycanın uğuru ilə, zəfəri ilə başa çatan və artıq iqtisadi, siyasi, diplomatik əlaqələrin qurulduğu və gücləndiyi böyük bir arsenal olaraq dəyərləndirilir artıq Cənubi Qafqaz. Və bugün Qafqaz və Qafqazın söz sahibi, nüfuz sahibi olan Azərbaycanın iştirakı olmadan bugün hətta Avropaya da nəql edilən layihələr Azərbaycansız həyata keçmir. Bunu cənab prezident də dəfələrlə
öz çıxışlarında bəyan edib. Bugün Azərbaycanın mövqeyi, Azərbaycanın gücü, iradəsi elə bir səviyyədədir ki, elə bir nöqtədədir ki, Azərbaycanın iştirakı olmadan, Azərbaycanın söz sahibliyi etmədiyi heç bir layihə həyata keçə bilməz və təsadüfi deyil ki, Azərbaycan ard-arda çox əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edir və ümumiyyətlə Azərbaycanın bugün bu təşkilatın inkişafında və gələcəkdəki hədəflərinə çatmasında əlbəttə ki, rolu böyükdür və mən burada Özbəkistan prezidentinin Azərbaycanla bağlı olaraq söylədiyi fikirləri xatırlamaq və xatırlatmaq istəyirəm. Cənab Mirzoyev çıxışında bu səfərin və imzalanan müqavilələrin tarixi bir hadisə olduğunu, tarixi bir anlam daşıdığını qeyd etdi və eyni zamanda çox maraqlı fikirlər ifadə etdi. Azərbaycanla bağlı çox sevindirici, qürur verici fikirlər ifadə etdi. Azərbaycanın uğurlarına sevinirik dedi. Azərbaycan bizim üçün cənab prezident İlham Əliyevin simasında doğru bir siyasi kurs həyata keçirdən bir ölkədir. Azərbaycan bütövlüyünə qovuşub, Azərbaycan suverenliyinə qovuşub, Azərbaycan böyük sosial layihələr həyata keçirilir, böyük deməli məşğulluq mərkəzləri yaradır. Yəni bütün bunlar digər bir ölkə başçısının dilindən bizim ölkəmizlə bağlı olaraq söylənən fikirlər idi və fikrin ən əhəmiyyətli məqamı Azərbaycanın etibarlı tərəfdaş olduğu fikri idi, mesajı idi ki, bu da düşünürəm ki, sadəcə daxili auditoriyaya hesablanmamışdı. Bu sadəcə Özbəkistan və ya Azərbaycan auditoriyasına hesablanmamışdı. Bu zaman-zaman bu topluluğun qarşısına deyək ki, sədd çəkməyə çalışan, bu topluluğa mane olmağa çalışan və nə vəçlə olursa olsun Türk birliyini qırmağa çalışan qüvvələrə, qərəzlərə verilən düşünürəm ki, Güclü bir cavab oldu. Güclü bir cavab Jale oldu. xanım, səfər çərçivəsində Azərbaycan diplomatiya tarixində bir ilk də yaşandı. Əbədi dostluq Əbədi haqqında. dostluq haqqında. Bunu necə izah edirsiniz bu məsələ müqavilənin Bunu həm imzalanmasına? cənab prezident, həm də Özbəkistan prezidenti də bir neçə dəfə vurğuladılar. Bu da düşünürəm ki, söylədiyiniz kimi ölkələr arasında bir ilkdir. Gözəl bir nümunədir. Əbədi dostluq anlaşması. Yəni bilirsinizmi, əlbəttə ki, ölkələr davamlı olaraq müxtəlif deyək ki, ölkələrlə münasibətlər qururlar. Deyək ki, hər bir ölkənin xarici və daxili siyasəti müəyyən bir balans üzərində qurulub və Azərbaycan da təbii ki, həm cənubda, həm şimalda, həm qərbdə, həm şərqdə bütün həm qonşu ölkələrlə, həm də digər daha ətrafdakı, daha kənardakı ölkələrlə də balanslı bir siyasət hər bir zaman həyata keçirdib. Lakin bu əbədi dostluq müqaviləsidir, əbədi dostluq ifadəsinin özü bunu deməyə əsas verir ki, hər hansı bir şərait, hər hansı deyək ki, təzyiq, hər hansı nonsens, gözlənilməzlik deyək ki, bu əbədi dostluğu, bu dostluğu poza bilməz. Tam əksinə bu dostluq artıq əbədidir və bu da mən düşünürəm ki, təsadüfən tapılmış bir ifadə deyil. Bu ifadənin, bu müqaviləyə məhz bu adın verilməsinin təməlində həqiqətən də illərin sınağından çıxmış münasibətlər var. Və bu münasibətlərin gələcək perspektivlərinin daha güclü təməllər üzərində qurulduğu və gələcək perspektivlərinin daha belə deyərdim ki, sevindirici ola biləcəyini, daha müsbət nəticələr verə biləcəyinin anonsudur. Biz bunu bu şəkildə qiymətləndiririk. Həm də elə bu ifadə özü də və bu ifadənin tapılması da elə yenə də bugün dəyişən dünya şərtləri altında, bugün bütün dünyada dünyanın dəyişdiyi, belə deyim ki, siyasət balanslarının dəyişdiyi bir zamanda əlbəttə ki, eyni zamanda qarşı tərəflərə bir bayaq söylədim mesajlardan biri haqqında. Bu da düşünürəm ki, növbəti bir mesajdır. Yəni bu dostluğu heç bir deyək ki,
təzyiq, heç bir qərəz poza bilməz və bu dostluq çox möhkəm bir təməl üzərində qurulub. Əbədi olacaq bu dostluqda. Bəli, və bunun anonsunu dövlət başçılarımız verdilər artıq. Son olaraq istəyirdim bu orta dəhlizlə bağlı Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı, orta dəhlizin sonrakı perspektivinə, Zəngəzur dəhlizindən sonra necə təsir Bəli, göstərəcək? ümumiyyətlə Azərbaycan bu dəyişən dünya şərtləri altında artıq belə deyim ki, prosesləri istər bölgədə, istər dünyada gedən prosesləri izləyən yox, bu proseslərin formalaşmasında aktiv bir şəkildə iştirak edən, təbii birmənalı olaraq bunu elə bu şəkildə də qiymətini verməliyik və bunu söyləməkdən çəkinməməliyik. Tam əksinə qürurla bunu bildirməliyik. Bugün Azərbaycanın nüfuzu ilə, Azərbaycanın iradəsi ilə, Azərbaycanın qərarları ilə hesablaşılır və Azərbaycan artıq bir orta güc funksiyasını həyata keçirməyə başlayır. Azərbaycan bugün sadəcə belə deyərdim ki, bölgənin bir aktiv dövləti statusunu daşımır. Bugün Azərbaycan artıq söylədiyimiz kimi bölgədə və dünyada baş verənlərə, həyata keçirilən siyasətə, bu siyasətin gələcəyinə yön verən, onun formalaşdırılmasında aktiv iştirak edən bir dövlətdir. Eyni zamanda Azərbaycan bugün bölgənin iqtisadi, siyasi xəritəsində əhəmiyyətli bir yerdə gələn ölkədir. Azərbaycan bugün orta dəhlizin tam ortasındadır. Azərbaycan bugün logistik bir mərkəzdir. Azərbaycan şimalla cənubun, şərqlə qərbin tam ortasında yerləşən əhəmiyyətli bir körpüdür və bugün Zəngəzur deməli koridorunun artıq tam gücü ilə istifadəyə verilməsi, başlanması və başladılması bu deməli koridor üzərindəki çalışmaların və daha sonra isə istifadə verilməsi bir daha Azərbaycanın gücünü və mövqeyini möhkəmləndirməyə xidmət edəcək bir layihədir və bunu əlbəttə ki, həm qonşu dövlətlər, həm də digər qonşu dövlətlərdən daha ötədə yerləşən dövlətlər də bunu çox yaxşı, çox aydın bir şəkildə dərk edirlər, bariz bir şəkildə. Bugün Avropaya deyək ki, nəql edilən və nəql ediləcək enerji də həmin koridor üzərindən keçmək funksiyasını daşıyır və belə olan halda əlbəttə ki, Azərbaycan da getdikcə öz demək ki, nüfuzunu və eyni zamanda öz rolunu getdikcə daha açıq bir şəkildə bütün dünyaya nümayiş etdirmiş olur və dünya ölkələri də belə deyək də hər bir ölkənin təbii ki, dostluq, qardaşlıqdan başqa eyni zamanda özünün siyasi, iqtisadi maraqları olur. Bu qaçınılmazdır, bu təbii bir prosesdir və bu proseslərin də hər birində Azərbaycan belə deyək ki, aparıcı bir yerdə gəlir, aparıcı bir mövqedə dayanır. Bütün bu ölkələrin deyək ki, Azərbaycanla münasibət qurmaq səyləri, cəhdləri boşuna deyil. Çünki hər bir ölkə Azərbaycanın getdikcə bölgənin və dünyanın elə bir əhəmiyyətli bir pozisiyasına, mövqeyinə gəldiyini görür ki, əlbəttə ki, bu ölkə ilə bütün sahələrdə əməkdaşlıq etmək və artıq bu ölkə ilə müharibənin dili ilə yox, hədənin dili ilə yox, münaqişənin dili ilə yox, bunlar düşünürük ki, artıq çox-çox geridə qalmışdır. Artıq sadəcə və sadəcə sülhün dili ilə, iqtisadi dirçəliş dili ilə, əməkdaşlıq dili ilə danışmağın ən uyğun yol olduğunu yəqin ki, hətta bunu görmək və bilmək istəməyənlər də, duymaq istəyənlər də artıq anlayırlar. Görəcəklər də duyacaqlar. İnşallah. Maraqlı söhbət üçün təşəkkür edirəm. Təşəkkür edirəm dəvətə görə. Sağ olun, İsraili izləməyə davam edin.